Emma 1765-ci ildə kasıb kömürçü ailəsində anadan olmuşdu. Atası öldükdən sonra anası ilə birlikdə Londona köçdü. Burada Emma meyxanələrdə çalışırdı. Emma'nın məşuqları bir-birini əvəz edirdi. 17 yaşında onun bir qız övladı oldu. Emma baxmaq üçün onu anasına verdi. Gənc, zəngin Charles Gamilton qızla bir müddət yaşadı. Sonra qulluqçu adı ilə onu əmisinə göndərdi. Əmisi dul Sir William Gamilton diplomat idi, zadəgandı. Neapolda İngiltərənin səfiri vəzifəsində çalışırdı. Emma ona ərə getdi. Emma çox gözəl idi, şən bir qadın idi, hamı ondan danışırdı. 1793-cü ildə Venetsiyaya admiral Grazio Nelson gəldi. O müharibə qəhrəmanı idi. Döyüşdə o bir əlini itirmişdi. Həmçinin bir gözü də ziyan görmüşdü. Onlar sevgili oldular. Əri vəfat etdi. Mirası qardaşı oğlu Charles'a qoydu. Admiral da savaşda həlak oldu. Tək və kimsəsiz qalan Emma 1815-ci ildə 50 yaşında soyuq dəymədən vəfat etdi.